deməli bizim təlimimiz inteqrasiya Azərbaycan dili biologiya olaraq Pakistan olaraq biologiya ilə başlayır və öncə dərsi keçməmişdən qabaq dərsimizin mövzusuna belə deyək də yuxarı aşağı biraz başa düşülsün deyə nə olacaq bir videolara da baxmaları istəyirik. Hatta bu kəndin hamısı əziz kişinin törəməsiz adı çıxar. Bu dəqiqə bütün kəndi başdan ayağa can gəzsəz bir-birinə qohum olmayan adam tapmazsınız. Biri biraz yaxın, biri biraz uzaq. Ancaq bircə nəfər uzaq bir qohumu var hamımızın. O da ki, əziz kişi. Əziz baba. Babamızın babasının babası. Deməli, videolardan da gördüyünüz kimi təxmin edəriz ki, biz bu günləri soy kökümüzdən danışırıq, əcdadlarımızdan danışırıq və bioloji tərəfdən baxsaq, soy kökümüz, irsən keçər məlumatlarımızdan danışırıqsa, deməli, burada söhbət nədən gedəcək? DNT-imizdən gedəcək. DNT-nin nə olduğundan danışacaq, DNT-nin harada yerləşdiyini və əhəmiyyəti nədir? Belə bir sualımız var sizə. Sizcə, soy kökümüzü niyə araşdırmalıyıq? Bu araşdırma bizim həyatımızda necə təsir edir? Yəni, bu lazımdırmı? Necə soy kökümüzü araşdırmaq? Etnik mənsubiyyəti üçün lazım ola bilər. Məsələn, elə adam var, mən tanıyıram, o deyir, mən bilmirəm, Türkçə yoxsa talışam. Başqa xüsusiyyətlər ola bilər. Məsələn, soy kökümüzü nəyə görə? DNT-dən... Gəlin belə edir, heç soy kökümüzdən belə dəyərdən getmişdir. Məsəl üçün, bu təlimi biz ki, dünənlərdə bu təlimi digər filanımızda verəndə mən belə bir sual verirdi ki, kim özünün ulu babasını tanıyır? Ümumiyyətcə, maraqlanıb görsün, kimdir ulu babası, kimlərdən ulu babasını və nənəsinin babasını və yaxud da onların bir yaşam tərzini, adət edənlərini öyrənən varmı? Artistlər o belə bir sayt hazırlayıblar. O saytda yazanda o şəcərəsi çıxır orada, indi babası. Hətta bu mənim məsələm tayfalarımızı araşdırmışdı. 7 ailəsini tapmışdı. Onların bir dəftərdə adları da var idi. Düzdür, indi atam rəhmətə getdiyində mən onları bilmirəm, amma bilirəm ki, o bilirdi, tanıyırdı. Tayfanı biləndə bizim də şəcərlərimiz var. Mən anamıza bir şəcərlərimizi oradan, yəni hər övladını o kitabça şəklində verib, bu məqrəbələrin hər bütün nəslinin şəcərəsini hazırlayıb. Yəni, hansı ki, hələ ki, biz arana köç olmamışdan əvvəldən götürüb hazırlayıb. Bunu elektronlaşdırın ki, müəllimə kimi atası vəfat elədi, məsələn, deyir, itirmişim o dəfə, problem olmasın. Yanında həmin o müəllim dediyi saytda ora göndəriz ödənişlik səhvləriniz. Məsələn, o əslini öyrənmək istəyib, bir tərəfə Mesopotamiyalı çıxıb, bir tərəfə Misirli çıxıb, çox az bir hissəsi Azərbaycanlı çıxıb. Məsələn, bu insan üçün də gözlənilməz bir faktordur ki, məlum olur ki, əsli deməli Mesopotamiyada uzaq. O saytı bilirsiniz, mən də xatırlamıram. Kəfəni bir yerdən qeyd etmişəm haradasa, istəsə deyə bilərəm. Deməli, onda gəlin, görək ki, bizə bu məlumatları araşdırmağa kömək edən insan orqanizmidir. Bir xəritə formasında çıxarsaq insan orqanizmidir. İnanın ki, onu axıra qədər biz araşdırıb tutara bilməliyik. O qədər dərin, o qədər maraqlı, o qədər dəriz, o qədər təcrübli gəlir ki, təsəvvür edin ki, ilk dəfə DNT-nin ölmüş leykosit hüceyrələrində tapıblar. Sadəcə ölmüş leykosit hüceyrələrinin nüvələrinə baxanda, baxıblar ki, orada sap şəklində elementlər var. Və bu sap şəklində olan elementlər diri hüceyrələrdə özün başqa cərqlanmağa başladı. Və bunlar yığılaraq bir yerə, kromatin sapları deyirlər, yığılaraq bir yerə kromosom ömrə gətirir. Kromosom DNT-dən təşkil olunur. DNT nədir? DNT iki zəncirdən ibarət, iki polimer zəncirdən ibarətdir və o monomerləri nukleotidlərdir. Nukleotidlərdən burada görsədək indi. Baxın, bir hüceyrənin içərisidir, nüvədir, kromosomu. Kromosomu açsaq, histon suladı, DNT və sonradan onlar yıkılaraq spiral halına gəlir. Gördüyünüz hər bir nukleotid bir irsini almaqımızı qarşıyır. Və bu irsini almaq irsən nəsildən nəsilə ötürülür. Proseslər əslində 4 dönədir. Adlarını baş hərflərindən qeyd edilir. Adenin, guanin, timin, sitozin. Yəni bu 4 nukleotid hər deməli azot əsası hər nukleotiddə bir dənə düşür və buna görə bir-birlərini fərqlənir və onların bir-birinə uyğunlaşması var. Necə uyğunlaşması var? Misal üçün
Məsələn, baxın, əgər biz adeninin quruluşunu bu formada göstəririksə, timin mütləq bunu tamamlamalıdır. Yəni, zəncirin bir hissəsində adenin isə digər tərəfində timindirsə, bir-birlərini tamamlamalıdır. Deməli, adenin hər zaman timinə komplementardır, yəni uyğun gələndir. Guanin əgər, məsəl üçün, bu qaydadadırsa, sitazin bu qaydada. Və beləliklə zəncirin tamlığı başlayır. Bunların hər birində isə məlumatımız. Məsəl üçün, saçımızın rəngi olar, quruluşu olar, dərimiz ola bilər, dırnağımız o, hər bir məlumatımız keçir. Məsəl üçün, belə bir şeydir, misal çəkək. Bəzən görürsünüz ki, bir ailədə bir körpü uşaq dünyaya gəlir, uşağın gözü yaşıl. Ata yaşıl deyir, göz, anada göz yaşıl deyir, hiç ağla gələn nə olur, uşaq səhət düşür təsəlanır. Nə eləmək lazım? Tez düşürlər ələ. Ancaq ki, təsəvvürlə baxırlar ki, atanın nənəsinin gözü yaşlı olur səninlə. Deməli, nə olur? Həmin məlumat DNT-də zəif məlumat olur deyə nəsildə, yəni övlada gizli keçir, öndə keçir. Amma nəvədə önə keçir, nəvənin gözü oldu yaşlı. Yəni, ona görə soy kökümüzü, irsimizi öyrənməklə əslində biz özümüzün nə ola biləcək ehtimallarını da görə bilirik. Yəni, heç bir məlumat orqanizmdə itmir. Nə vaxtsa özə çıxacaq, nə vaxtsa önə çıxacaq bu. Məndə çıxmıyorsa mənim övladımda ola bilər, övladımda desə nəvəmdə ola bilər. Yəni, bu məlumatlar üzün yanında olan bir qıran xal belə, nə vaxtsa sizin ya nəvənizdə, ya nəticənizdə orada olacaq. Buyurun. Mən biolog görürüm də, sual bəlkə də səhv səslənəcək. Məsələn, tutaq ki, elə xəstəliklər var ki, nadir xəstəliklər, məsələn, 10 nəfərdə var. Biraz ki, o 10 nəfər ölsə, daha heç vaxt o gəlməyəcək, o kök olarından kəsiləcək. Əgər bunların nəsli yox, davam eləmirsə, bəli. Çünki onu kimi ötürə bilərlər. Ümumiyyətcə, bizim gen xəritəmizdə xəstəliklərin nümunəvi hamısı var. Sadəcə aktivləşəni var, aktivləşməyəni. Yəni, elə nəsil var ki, elə irsi nəsil var ki, onu aktiv olaraq götürür. Və yaxud da biz bunu genetika ilə keçsək, elə xəstəliklər var ki, sadəcə qadınlar daşıyır bunu. Qadınlar daşıyır, özləri xəstələnmirlər, amma qadınların övladla, oğul övladına keçəndə övlad xəstə olur. Yəni, bu kimi belə maraqlı xüsusiyyətlərimiz də var. Bu yaxınlarda artıq son 10 ildir, gen mühəndisliyi deyilən bir sahə var. Gen mühəndisliyi neyini? Deməli, baxır. Siz qarəydiniz. Baxın, gen mühəndisliyidə, məsələn, tutaq ki, adenində irsi xəstəlik var. Və həmin DNT üzərindən adenini götürürlər ki, bu xəstəlik daha o bir nəsillərə gelməsin. Yəni, gəlin belə bir sual verək. Əleyhinəyi, ya lehinəyi bunu? Xəstəlik üçün yaxşı. Belə baxanda deyil, olmalıyıq mənliyindən, amma nəyəsə də həsab da yarada bilər. Fikirləşmirik ki, o genlə bərabər başqa əlamət də aparar özü ilə. Hansı bir əlaməti də yəni? AOT də aparır da, zəncir var. Özü ilə bərabər hansı bir əlaməti. Yəni, düzdür, nəslin sağlamlığı baxımından yaxşıdır. Amma, məsəl üçün, məncə genə müdaxilə o qədər də olunmamalıdır. Yəni, bu mənim fərdi subyektiv fikrimdir. Yəni, siz başqa fikirdə ola bilərsiniz. Mən biraz orada o gen səviyyəsində müdaxiləyə biraz, çünki sabahlar nə fəsad verəcək, bu nəsildə bilinmirsə, digər nəsillərdə hansı dəyişikliklər, hansı mutasiyaya gəlir. Çünki orada biz nəyisə götürürük, o yeri dolmalıdır. Və gələcəkdə o nə ilə olacaq, hansı komplementarlıq edəcək, hansı mutasiya yaranacaq deyə onu biz deyə bilməli və qarantiyasını verə bilməli. Ona görə biraz mənim... Bu dəqiqə bu qanuni xidmət var belə? Yəni, bu tiblər bunun üzərində işləyirlər. Ümumiyyətcə, tib çox irəli gedir. Belə deyək, dırnaq arasında desə çox irəli gedir artıq. Bəzi yerlərdə artıq, yəni, çox... Yəni, bunu nəyə görə deyirəm sizə? Məsəl üçün, insanın hər hansı bir orqanının yaradılması başa düşür ki, insanın həmin orqanın dünyaya o orqanın çatışmamazlığı ilə gələn insanlar var ki, hansılar ki, artıq belə yaranır. Bunları kömək məqsədindən eləyirik. Ancaq bir yerdə dayanmırıqsa, artıq tam bir orqanizm yaratmağa cəhd edirsə, məncə bu düzgün deyil. Çünki orqanizmə bir vaxt kömək edirsən, bir vaxt orqanizm başdan yaranır. Yəni, hər bir şeyin bir ədəb etikası olmalıdır. Elmdə də, məncə, dayanacağımız yeri bilməliyik. Hətdən artıq çox belə bir düzgün
düzgün deyil. Bu mənim sizin fikrimdir, bilməm, razılaşarsınız ya. Beləliklə biz bu deyilənlərdən artıq bildiniz ki, mövzumuz soy kökümüzdür və soy kökümüzün şifrəsini bu günləri tapacaq. Yəni Azərbaycanlı olaraq bizim soy kökümüzün şifrəsi nədən ibarətdir? Özünüz tapacaqsınız ona. Deməli, soy kök araşdırması bizə mədəniyyət və tariximizə dair bir sıra məlumatlar verir. Bəs genetik olaraq hansı məlumatlar əldə edə bilərik? Yəni, genetik baxımından da. Məsələn, biz bir qafqazlı olaraq genetik hansı var? Xarakterində fərqlidir. O nəsildə olan insanlar xarakteri götürür. Bunun atası da bizdən belə idi, bunun babası da belə idi. Bəli, mənim sualımız, qəzetimizin formasında soy kökümüzün təsiri var. Təbii ki. Üz quruluşu, Bir millətə xas olan mental xüsusiyyətlər var da. Gəlir keçir, misal göstərirəm. Məsələn, bir ailə digər bir ailə ilə qohum olanda tamam yeni bir əlamətlər birləşməsi baş verir. Və dünyaya gələn yeni uşaqlar, nəsil, o iki nəslin əlamətlərini özündə birləşdirir. Və baxırsınız ki, bir ailədə 3 uşaq böyüyürsə, o 3 uşaqdan ikisi heç bir təsir altına düşməyən, məqsədinə çatan, hədəf qoyan, bir dənəsi elə nəticə belə bir fikri ayrılır. Sən baxırsan ki, mənim nəslimdə yaxud digər nəslimdə belə bir şeydir. Deməli, hansısa bir nəslimdə o əlamət gəlir. Digər istəmizə Arzu müəllimlə Məryəm davam edir. Mən Məryəm, Azərbaycan Dəyərli Komisiyasıyam. İnsə qısa biraz öz Azərbaycançılığımız haqqında danışacaq. Bəs Azərbaycanlı olaraq bizim hansı xüsusiyyətimiz var ki, ta ulu babalarımızdan bugünə qədər gəlir və hal-hazırda da öz əksini tapır? Hansı xüsusiyyətlərimiz var? Böyük öğretmen. Bəli. Daha çox qadının ağır işləri yox, daha çox Ailə canlılığı. Ailə canlılıqdır, bəli. Başqa xüsusiyyətlərimiz var. Təbii ki, bəzi xüsusiyyətlərimiz var ki, hansı ki, indi unudulur artıq yavaş-yavaş onlar. Yəni, yeni nəsil gəldikcə unudurup köhnə xüsusiyyətlərimizi. Təbii ki, bu da bir pis nəticələr göstərir. Ona görə öz soy kökümüzü unutmamalıyıq və hər birimiz bilirik ki, bizim soy kökümüz hara gedir söykənir, türk əsilliyi hər birimiz. Türklərdən gəlmişik və demək bir millət olaraq və iki dövlətik. Və bunun haqqında kiçik bir sizə video təqdim etmək istəyirəm. Bizim ulu öndərimizin soy kökümüz haqqında qısa bir çıxışı var. Buna baxaq. Tarihi amil var. Azərbaycançılıq. Azərbaycançılıq. Bilirsiniz, bu ermənilər çalışırlar desinlər ki, ümumiyyətlə Azərbaycan milləti yox. Haradansa köçərlər olub, amma bizim millətimizin Azərbaycanlı kimi böyük tarihi var. Böyük tarihi var. Qədim tarihi var. Bizim dilimiz Azərbaycan dili. Bizim bəli əcdadlarımız hamısı birdir. Sonra şaxələşiblər, hərəsi öz bir millətə çevirir. Amma bizim dilimizin kökü birdir. Biz bir kökdənik. Biz millət kimi də bir kökdənik, dil kimi də bir kökdənik. Bir kökün budağıdır. Biz bu budaq kimi, bu şaxa kimi inkişaf etmişik. Özümüzün adımız var, Azərbaycan. Özümüzün dilimiz var, Azərbaycan dili. Və çox da gözəl dilimiz var. Çox zəngin dilimiz var. Çox belə ləzzətli dilimiz var. Milletin milliliğini saklayan onun dilidir. Və indi isə keçirik deməli qruplarımıza. İki qrupumuz var. Qəzetəş qrupudur və köksistem qrupudur. Hər bir qrupun açıqlaması da var. Köksistem qrupu keçmişdən gələcək bir körpüdür. Dədətəş qrupu isə əcdadlarımızın irsini müasir texnologiya ilə kəşf edir. İndi isə biz həmin bu kökümüzü müasir texnologiya ilə kəşf edəcəyik. Arzu müəllimənin köməkliyi ilə və iştiraklarımızın köməkliyi ilə. Sizi xoş gördük. Mən Alizə Gülhan Mərəva, Fiska müəlliməsinin və Repetister müəlliməsinin. Bugün biz Tinkiqət proqramında sözləşmə işlək biliklərdə çıxarılışını izləyəcəksiniz. Demək, ilk öncə Tinkiqət proqramı haqqında məlumat verin. Yəni ki, müəllimlərin sistem quruna marağı vardır. Deməli, Tinkiqət proqramı
e-mail adresindən girilir, hesab açılır. Əgər şagird varsa, sinifdə şagirdə sinif açılır. Ondan sonra belə bir iş sahəsi açılır. İş sahəsinin üzərində əvvəlcə kənarda figurlarımız vardı. Bugün istifadə olunan figur hissəsini açdıq. DNT düzəltmək üçün 2 figurdan istifadə edərdik. İş sahəsinin kənarında indi figurları götürərkən bir hizalama hissəsi, bir də fırlanma hissəsi aktiv olur. Mən ilk öncə sizə bir figurun kəsim hissəsini göstərəcəm. Figurun kəsmək üçün bu hissədəki səhifəyə baxaq, Top yuxarı, front ön. Aşağı yuxarı hərəkət elətdirmək, böyütmək üçün, kiçiltmək üçün, böyük ana ekrana vermək üçün. Deməli, ilk öncə bu silmək üçündür, geriyə qaytarmaq üçündür, geri səhifə, bir də klonlara, yəni duplikatını çıxartmaq üçün. İlk figurun duplikatını çıxardım. Figuru kəsməyi göstərəcəm, ondan sonra figurunu necə hazırlamışıq. Kəsməyi göstərəndə seçdiyimiz ikinci figuru şəffaflaşdırırıq, bəli, şəffaflaşdırandan sonra seçim edirik, kəsmə aktivləşdi, seçdik. Figurumuzu həm yuxarı kəsdiyimiz figuru həm aşağı endirib, bir ay formasına sala bilərik. Məsələn, bu ayın yanına ulduzla gətirir. O səhvsiz eləyə bilər. Bəli. Silək. 8. Ulduzumuz, yox 8-i biraz artırdıq. 28 elədik. Bir dəqiqə. Silək. 8. Ulduzumuz 8 güçlər oldu. 8 güçlər aşağı endirək. Bir balaca. Yəni istədiyimiz figuru Tinkercad'da hazırlayıb çapa verə bilərik. Biz bugün birinci hazırlamaq üçün 2 figurdan istifadə etmişəm. İki figurdan istifadə etmişəm. Əsasən figurumuz konus. Konusdan istifadə eləmişik. Konusu kiçildik, böyüdük, bütün figuru. İstənilən enini, uzununu böyüdük, kiçildə bilirik və əlavə kənarlarındakı olan figurda hərəkət elətdirib iki figuru. Bu figuru əvvəlcə duplikat eləmişəm. Çünki tam işləməni burada göstərməyəcəm, tam işləməni, çünki müəllimənin dərs saatına gidirik, sayımızı hazırlamışıq. Sonra bunun bütün hissələrini işləyəndən sonra necə etmişəm? İşləyəndən sonra birinci figuru hazırladıqdan sonra ikinci figuru azacıq çəkmişik, arxasız, olsa üçüncü figuru ön hissəyə, ondan sonra artırandan sonra göstərəcəm indi. Bax, ilk öncə belə işlədiklərimizdə sırayla başlayıb, artırandan sonra sadə sınır, iş başlamaları göstərir, belə başladı. Sonradan figurlar birləşdirəndə eyni rəngi olur. Birləşdirəndən sonra, baxın, indi sizə, baxın, kiçiltmədən öncə göstərirəm, diqqətlə baxın. Baxın, eyni figurlardır, eyni. Birinci, baxın, sağ-sol eləyəndən sonra sadə sınırla artırandan sonra yenə eyni kəsişmə hissəsində yenə figuru sağa-sola əyəndən sonra burada hazır deltalar var, amma biz bunu görmüşük. Bunun altında qopardılmalıydı da, bu alt printerimiz dayaq kimi özü üçün saf edir. Qopardılmalı. Bəli, qopardılmalıdır. Onlar sadəcə göstərdik, biz bunları dünənki dərsimizdə bildirib. Ondan sonra çapa vermişik, çapa verəndən sonra demək olar ki, bunu haradasa 12 saatda çap elədik, birinci. Ondan sonra çapı biraz sürətləndirdik, artıq dünən 3 dənə, 4 dənə, dünən bizim dərsimiz vardı. Dərs arasında 3 dənə, 4 dənə
çapdan çıxartdı. Yəni, Aysa, özünsən, burada indi çapdan çıxmışdı deyə, amma indi burada məqsədimiz nədir? Toxunaraq, görərək, işləyərək öyrənmək məqsədimiz odur. Çünki deyək, burada göstərsək belə, ən azından burada artıq başqa bir fikir formalaşır ki, biz bunu çap edə bilirik. Diqqətinizə görə çox sağ olun. Bəyəfər məndən sualı verir Azərbaycan xalqının xüsusiyyətlərindən. Mən fikir verdim ki, hamı müsbəti sayılır. Gəlin belə deyək, biz bizə elə burada. Azərbaycan xalqında elə tam hər şey müsbət. Yeyimcilik, mənzilim də çox yedir, şöyle çox yedir. Başqa, mən fikirləşirəm ki, Azərbaycan xalqında biraz yaddaş zəifliyi var. Bizə olunanlar tez unudulur. Eyni səhvləri təkrar edirik. Bunun ümumi olaraq ermənilərlə olan münasibətimizi tarixdəki də təkrarlanan hadisələrdir. Həddən artıq sadəlövlüyümüz var. Həddən çox məncə şöhrətpərəstliyimiz var. Təbii ki, müsbətlərimiz var, amma gəlin belə deyək, müsbətlərlə paralel bu irsi məlumatlar və mənfilər də bizə gəlir. Onu göz ardı eləyə bilmərik. Misal göstərə bilərik. Bəlkə intizamda da olan isim problem var, bilmirəm. Atab ehtiyat edir bölüm özüdən. İntizamda. Mən deyim mən. Buyurun. Bizim almalar dəyək söz var, bizim üçün dəyək söz yoxdur. Türklərdən mən zorlamayacağım bir şey oxumuşam. Türklərdə bizim millətdə bir genetik bir mor var, belə işçər var. Bizim millətdə biraz... Hətta gəldi Türklər qardaş-qardaşın əsarəti altında qalmaq xoşlamayıb ki, soyuq yer yaşayırlar, gün Sibirə qədər gedirlər. Və yaxud da düşman əsarəti altında qalmasın deyə yerlər səhralarda. Bugün Türklərin yaşadığı heç bir yeri gözəl yer deyil. Biraz Türkiyə yaşayır. Qalan səhralar, Sibir, Qazaxıstanın mərkəzi ümumiyyətlə səhralıdır. Sibirə, Yakutiya qədər geçirlər. Nədən? Digər kitabda da yazılır. Digər düşmənin əsarətində qalmasınlar. Ya qardaş özü üçün bir tayfa, bir dövlət düzəldir, digər qardaş deyib ki, mən öz tayfamı götürüb gedirəm, pis yer olsun, amma öz idarə etməm olsun. Ona görə qədim Türklərin yayılmasının əsas səbəblərindən biridir. Qədim Türklərin geniş yayılmasının əsas səbəblərindən biridir. Köçələyə tərz olur. Söz yox, yəni mal heyvana görə, əkinçilə görə yayılırlar, amma kitabda da yazılır ki, bunlar digər əsarət altında qalmaq xoşlamırlar. Boz qurtu da oradan götürürlər ki, heç vaxt kimsə tərəfalını... Yəni, belə ümumi götürsək, Azərbaycan xalqında Canavar əhliləşmir və oradan... Yəni, baxın, işlərinə xüsusiyyət ifratçıdır bizdə və hər şeydən çox-çox olur. Məsəl üçün, başqa bir ölkədə bizdə bir qonaq gəlsin, gələndə də biz onun dili ilə danışırıq, biz gələndə də onun dili ilə danışırıq. Hətta qonaq otağında otaq ayırmış, amma hər yerdə qonaq otağında otaq. İndi Məryəm müəllimə bir maraqlı bir işimiz olacaq. Deməli, hər bir qrupa zəhmət olmasa, deməli, 3 müsbət xüsusiyyət qeyd ediliriz. 2 mənfi xüsusiyyətimiz. Mənfi yazarlar. Azərbaycanlılara məxsus olan cəmi xüsusiyyət insanlar və bundan sonra 3 müsbət, 2 mənfi. Cəmi 5 xüsusiyyət lazımdır bizə. Bir nəfər gələcək, bu şarları partladacaq və oradan çıxan bizim xüsusiyyətlərimizi, Azərbaycan millətinə məxsus olan xüsusiyyətlər, pantomimaya sözsüz insanlara bir hisslərimizdən ifadə edəcək. Buyurun. Buyurun. Çox büyük. Demirsiniz, göstərirsiniz. Verin mənə. Məncə çox maraqlı. Məncə alınacaqsınız da. Məncə də. Yekə kanal. Başqa razı. Müştəbək. Heç nə. Siz bir şey bacarmırsınız, hər şey var. Hər şey öz bacarılmasın. Eqoluk. Yaxın gelirsiniz, yaxın gelirsiniz. Şöhrətpərəst. Şöhrətpərəstliyimizin bariz nümunəsi göstəririk. Maşın cehizi bak gelimin gelimin. Maşın cehizi bak gelimin gelimin. Üzüne hesret atarır düğünün ya gelimin.
Zəfər xala obrazımızdır. Dəyərli müəllimimiz Səfər Elazığ gəlmə. Yəni ona bildim ki, gəlmə. Zəhmət olmasa bir bəyimiz oradan çıxdı, bir növbəti bəyimiz siz zəhmət olsa gəldi. O da Buradan çıxmadı, o birini eləyir. Bizə nə? Verin mənə. Yox, asandır, çox rahat. Siz beni tapacaqsınız. Bələnli. Qürurlu, nərd, özgüvənli, hiçbin, hiccəli, Yox. çox söyləyir. Qürurludan aşağıda. Qürurlu. Məğrur. Başqa adam. Cəsurluğu da son tariximizdə demək baş verən hadisəmizlə göstərmək istərdik ki, bu cəsurluqla əgər belə belə. İndi sizin qrupdan zəhmət olmasa gəlin. Siz də gələ bilərsiniz. Demək olar. Özünə insan. Bəli, müstəqim. Mən müsbət deyil. Hələ göstərəm, məndən görmədi. Məsəl göstərdi. Göstər beni, başqa bir şey olmadı. Qalibiyyət. Ona yazıyorum. Xasiyyət olaraq nə xasiyyətidir o? İçbin, Mən birinciyəm. Güclü qabaqcı. Mən güclüyüm. Yox. Müsbət Mən tanətli. Birinci olmaq üçün. Mən tanətli. öncü, Məsələn, insan necə olur? Daimi qabaqcı, Düzümlü. Mən Düzümlü, düzümlüyüm. bəli, başqa Ben düzümlüyüm. Göstər, başqa bir şeylər göstərir. Başqa bir şey. Yəni bir rəqabət var da, təsəvvür rəqabətdən qalib çıxmaq. Qalib İslam. daha çox nə aparır orada, nə mübarizlər, mübarizliyə də təbii ki, bizim bu Qarabağ məsələmizdə prezidentimizin mübariz, Biz yürütdüyü siyasət hak yolundayız. Bizim işimiz hak işidir ve biz zafer çalacağız. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. İndi sizin qrupdan, komandadan Kaan. Gəlin. Maraqlıdır. hoş geldiniz, qonaqlar. Gəlişə xəbər verir ki, məşhur alim Monsieur Jordan bizə qonaq gəlir. Hardan? Parisdən. Eşitdiniz ha? Parisdən mənə qonaq gəlir. Şəhbaz, bir şəhbaz Monsieur Jordan. Monsieur Jordan. Qonağı qarşılamaq lazımdır. Bu sənin üçün Azəbəli sevdiyə deyil. Frankistandan birbaşa bizə qonaq gəlir. Onu gələ qarşılayaq ki, zar zamanında qalsın. Ayşə.
bir çay ver mənə. Baş. Ağzını buraya. Buyur. Biraz əllərli ol. Ne oldu? Dayanamadım. Oğlum hadi. Biz hazırız. Alsan oyunu üstünde. Yakla. Elə bir şey bacarım. İşləsiniz ekin. Həm sadədir kömək Mənfi olsun, həm göstər. say göstər. Mənfi yoxsa. Aşırı orada mənfi olur, normal olur. Özündən razı. Hadisi deyil, Biraz Sabit. göstər, bir kəsdən. sadəlik. Yəni bir qaşın qaldırıb dayanmaq. Yenə ikiz bir də göstər, ikiz də baxın nərinə. Bəlkə köməkləşərsin. Eyni sözə baxın, bəli, bəli. Sabit, sabit. Yok, səhv deyil. Disiplinli mi? Disiplin hər şey yaxşı Çok şey. güzel aldım. Diyyət, diyyət. Bədbinlik, sadəlik, Ciddiyyəti çevirir. diyyətin Strong, təmkilik, strong, strong. riskiyarlıq, Dediğim. İnatçı. avtoritarlıq, avtoritarlıq, İnatçı. İnançlarlı. zabitəlik, Qətiyyət. Zabitə. Heydər Əliyevin xüsusiyyəti idi. Diktə eləmək. gülüş, Məğrurluq. hükümranlıq, lider, yox. Heydər Əzimli. 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 Məsələn, digər Flankas Dəyanətli, şəriklərini yığışdırır. zabitəli, Nəyi var? Ben de deyirəm oğlum var. Yaxşı dirək oldun dedene. Dede, vaxtında torpağa gübrə vermirlər. Mənə taxsın nədir? Yerin altında beni tapaydın, kadar çattıraydın. Hara getdin dedilər yox. Ölmüş ki. Bilmirəm bu acizlıqda kime çıkıyor. Ayırsın məni. Qaraş neylisin artıq? Evet hanım gel. Ağır otur Batman gel. Benim işime karışma. Ay bir şey sən Allah vermir. Bana bəsli demem. Bunlara değil. Dördün ardı soyuyup sahəni basıp gelmeni değil. Özge yanında ayıp açma. Haydi daxil. Kes sesini. Sen kişi olsan, arvada öz başına bırakmazsan. Benim ailem bu yumruk kim olmalıdır? 5 parmağım biri açılsa kesip atarım. Bu da bizim rəhimliliyimizin nümunəsi olaraq Rüstəm kişi qoyuşuq. İndi isə deməli bu hissəmiz bitdi. Keçirik növbəti maraqlı bir hissəyə. Deməli Arzu Məmməd Zahirə zəhmət olmasa, deməli nə olacaq? Deməli bizdə bu Ləzzətli dəqiqələrimiz. nəhayət ki, vatandaşın sərçə qoyduqlarımızın açıqlamasını veririk. Təbii ki, ekranda da gördüyünüz kimi, dərsin əvvəlində də biz nəylə başlamışdıq? Bizim qalmaqlarımızın daşıntısı olan deyəndəyik. İndi sizdən elə boş deyəndə düzəltməyə xahiş edəlim. Dərsin əvvəlində izah elədik komplementarlıq prinsipi. Bir-birini tamamlayır. Şəhər digər xüsusiyyəti tamamlamalıdır. Və siz hər hansı bir müsbət xasiyyəti qoyanda qarşıda başqa bir müsbət xasiyyət onu tamamlasın. Mənfi də qoyansa, mənfi tamamlasın. Beləliklə, zeyində zəncirdə Azərbaycan xalqına xas olan müsbət və mənfi keyfiyyətlərdən ibarət bir zəncir düzəldir. Yəni, onda da özünüz qeydlərə aparır ki, məsələn, birinci zəncirdə duran hər iki əlamət hansıdır, ikincidə hansıdır. Para yazaq olur. Rəçələ yazırsınız. Amma bunu düzəldir sonra. Müsabqə də qeyd edə bilərsiniz. Öncədən deşmişik sizə asanlıqda istəyəsə başqa yazırsınız. Və qapının ağzında belə bir kisələrimiz var. Yüksək, orta, zəif. Dərs haqqında fikrinizi burada qeydlərini aparın.